Şəriətdə buyurulur ki, 7 yerdə dəstəmaz və qusul əvəzinə təyəmmüm edilməlidir. Birinci yer, dəstəmaz və qusula kifayət qədər su tapmaq mümkün olmasa. Əgər insan hansısa bir yaşayış məntəqəsində yaşasa və orada su tapmaq mümkün olmasa, şəriət qeyd edir ki, gərək o insan o qədər axtarış eləsin ki, sonda su tapmağından naümid olsun. Amma çöllük və səhralıq ərazidədirsə, qeyd olunur ki, dörd bir tərəfdən 200 metr məsafəyə qədər axtarışa çıxsın. Yəni sağdan 200 metr, soldan 200 metr, yəni bu şəkildə dörd bir səmtdən axtarışa çıxsın. Amma düzənlik ərazidirsə, gərək 400 metrə qədər axtarış etsin. İnsanın su olmadığına yəqini və yaxud da əlində şəri dəlili olduğu halda o yerlərdə axtarış aparmasına ehtiyac yoxdur. İnsan özü də birbaşa suyun arxasınca getməsə, etibarlı bir şəxsi yollaya bilər.